آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا محمد وآله الطاهرين اللهم صل على محمد وآل محمد وعجل فرجهم. El-Hasaisul Vücudiyyə lil-insan. İnsanın vücudunun xassələri, xüsusiyyətləri. Qeyd elədik ki, insanda iki cür özəlliklər var. Bəziləri heyvani xüsusiyyətlərdir, bəzi insani xüsusiyyətlərdir. İstəyirik ki, o insana xas olan ki, heyvanda olmayan xüsusiyyətləri biraz daha dərindən araşdıraq. Zəkərna أن الأبعاد الوجودية للإنسان مكونة من قسمين يشترك في بعضها مع الحيوانات ويمتاز عنها في بعضها الآخر. İnsanda olan xüsusiyyətlər iki dəstədir, iki cürdür. Bir dəstəsi heyvanlarla müştərəkdir, bir dəstəsi isə insanın özünə xasdır. وقد أطلق على هذه الأبعاد الخاصة المشتملة على الإدراكات والميول والقدرات الطبيعة الإنسانية المشتركة. Həmən bu insana xas olan özəlliklərə, xüsusiyyətlərə insanlıqda müştərək olan, insanların hamısında olan təbiət və yaxud insan təbiəti, ümumi insan təbiəti adlanır. Və yaudu səbəbu təsmiyə ilə xəsaisilləti zükirət lihadil əbad vəlləti əhəmmuha. Deyir ki, yaudu səbəbu təsmiyə, niyə görə buna bu adı qoyublar? Ət-təbiyyəl insaniyyəl müştərəkə deyiblər. İnsanların hamısında olan müştərək təbiət deyiblər bu sözə. O xüsusiyyətlərə qayıdır bu təsmiyə, bu adlandırma ki, onların əhəmminə, ən mühümlərinə işarə edəcəm. 1. Ədəmül heyvaniyyə. Birinci özəllik, yəni heyvanlarda olmayan özəlliyi ki, insanlara xasdır. Bimə'nə ənəl əb'ad əl-məzkurə la tucəd fil heyvanat əsasən. Bu sayacağımız şeylər insanlarda var, amma heyvanlarda yoxdur. Və izə ma vücidət əhyənən lədə bəzi ənvayl heyvanat fə innəhə leysət bis-siyə vəl-umq əl-mövcud fil-insan. Əgər deyil, təsadüfən bəzi heyvanlarda bu şeylər olsa da belə, amma insanda olan qədər geniş və dərin deyil. Dedik, məsələn, insanlığa xas olanlardan biri danışmaqdır. Tutuquşu da danışır, amma 5-dən 10 dənə söz öyrənə bilər, əzbərləyə bilər. İnsan isə hətta ən savadsız insansa belə ömrü boyu milyonlarla cümlə qurub danışır. Deməli onda insanlarda elə bir özəlliyi vardır ki, heyvanlarda o şey yoxdur. İkinci, əl-umum, yəni bütün insanlarda müştərəkdir. Əş-şahid ələ hədəl müddəh və vücudu muyul və rəğəbat ammələdə cəmi'in nas. Bütün insanların hamısında o rəğəbat eyni şeydir. Və min əhəmmi ənvail muyul fitriyyə əl-əsilə yumkin il-işarə ilə deyir ki, o insanda olan əsil meyillərdən işarə eləyə biləcəyimizdən ən mühümləri bulardır. Məsələn, hubbul elm, elm həvəsi. İnsan adətən bir şey ki, qulağına təzədəyir, o nədir? İstəyir bilsin, bilmək. Hökmən deyil, texnoloji elminə danışmır. Elminə bilgi, ona hubbul istitla deyirlər. Tutaq ki, məsələn deyə, hər hansı bir şeyi eşitməmişdim, qulağa dəyən kimi, dedi, məsələn, avokado yedim. Dedi, avokado nədir? Dərhal içində bir fikri bir şey yaran ki, onu biləsən, nədir o şey? Ənil həqiqə. Hubbul ilm, əl-bəhs ənil həqiqə. İkinci nədir? Həqiqət axtarışında olmaq. Tutaq ki, məsələn, iki nəfər birinin dalaşı dərdir. Görəsən, günah kimdədir? İstər-istəmədir, kim haqdır, kim batildir. Haqq axtarışında olmaq. Xüsusən də özün haqq çıxartmaq üçün ki, mən düz edim. İnsan adətən bu cür şeylər vardır. İradətül fadilə, fəzilət axtarışı. Məsələn, deyək ki, yerlərə çatmaq. Hubbul kəmal, kəmalata çatmaq. Ən-nuzu iləl cəmal, insanın gözəl görsənməyə olan meyli, istər kişi olsun, istər qadın olsun. Əl-əməl fil-xulud, uzun yaşamaq, həmişə yaşarlıq, eşqi. Ər-rəğbə fil-ibadə, ibadətə olan rəğbət. Dünən də qeyd elədik ki, ibadətdən məqsədimiz
Hökmən edir ki, Allaha ibadət. İnsan istəyir ki, bir özündən böyük bir varlığın qabağında özünün xaziyə və xaşə göstərsin. Və mə'na kavnuha əsilətən və fıtriyyətən və ənə ruhə kulli insanın mumtəzəcətun bihazil muyul və rəğabat. Hər bir insanın, deyir ki, o ümumdan məqsədimiz budur ki, əsil və fitri olmanın məqsədi budur ki, hər bir insanın ruhu bundan qarışıbdır. Bu rəğbətdə, bu meylə. Mümkündür birində çox, birində azdır, amma hər bir insanda bu şey var. Hətta məsələn deyək, nə qədər belə aşağı səviyyəli bir savadı aşağı olan da desin, soruşsun ki, savadlılıq yaxşıdır ya cahillik, biliyi olmamaq necə biliyi olmaq. Göyçək yaxşıdır ya çirkin necə göyçək yaxşıdır. Onda bir meyil var, yəni bu cür düşünəcək onu. Üçüncü, ədəmül iktisab. Bunlar qazanılası şey deyil, insanın fitrətindən qaynaqlanır, yəni Allah verir bunu. Yəni gedib məsələn deyək, hubbul zəmal, bir şey deyil ki, onu gedək kimsə bizə öyrətsin. Allah Taala bizim batinimizdə qoyub. 2 dənə qız olsa, ikisindən də evləndirmək istəsə, biri gözəldir, biri məsələn aşağı gözəlliyi var, ya gözəl deyil. İnsan cəzb olunacağı nəyə tərəf? O gözəlinə tərəf. Tutaq ki, məsələn fərzən belə deyək, 2 dənə peşədən birini seçəcəkdin. Biri deyək, ağır işli, biri məsələn deyək, yüngül iş. Nə seçəcəksən? Yüngül tərəf. Çünki onda rahatlıq hiss eləyirsən, rahatlığa meyil. Ədəmül iktisab və zəlikə bimənə ənəhu la dawra lit-ta'lim və təallüm və baqil avamil ictimaiyə və biiyyə fi nüşuyə və imbisaqiyyə. Deyir ki, təlimin, təəllümün, öyrənməyin, öyrətməyin, ictimai mühitin və ətrafda gedən proseslərin onun yaranmağına səbəbkar deyil. Onu Allah Taala insanın qəlbinə qoyub. Bəli, formalaşmasında, genişlənməsində, darısqallaşmasında dəxaləti vardı. İnsanın düşdüyü mühitin, məktəbinin, müəlliminin, oturduğu elədiyi yoldaşların hamısının təsiri var. Amma o istiqamətlənməsində, genişlənməsində təsiri ola bilər. Yaranmağın Allah Taala insanın ruhunda yaradıbdır. Bir də qeyd elədik ki, Adəm əleyhissalam xəlq olunan kimi neynədi? Həvvaya tərəf meyl elədi. Onu nə insan görməmişdi, nə cəmiyyət görməmişdi. Hardan bilirdi onu? Çünki Allah Taala o cür fitrətinə xəlq eləmişdi. Dördüncü nöqtə ədəmü zəval. Bu fitri şeylər aradan gedən deyil. İnsanın fitrətindədir. Yəni onun xəmirinə yoğrulub o şeylər. Əy ənə hâzihil əb'ad la tənfəkü anil insan və la təzulu anhu. Bu bu'dlər nədir? İnsandan uzaqlaşmır və la təzulu anhu. Ondan zail olmur. لِأَنَّهَا تُشَكِّلُ الْهُوِيَّةَ الْأَسَاسِيَّةَ وَالرُّكْنُ الرَّكِنِ لِلْإِنْسَانِيَّةِ. Çünki bunlar insanlığın təşkil edən amillərdir. Necə ki, məsələn deyək, suyun tərkibindən, suyun məsələn deyək ki, oksigendən və hidrogendən ibarətdir. Oksigeni çıxarsan su qalar orada? Yox. Hidrogen çıxarsan su qalar? Yox. Bu meyillər ki var, insanın xilqəti bu cür xəlq olunub. Onu çıxarsan da insanlıq aradan gedər. Onda heyvanləşər o. Aradan gedər bu şey. Olmaz. Mümkün deyil. Və min huna fə innə irsalil ənbiyə'l ilahiyyin vəl kutubis səmaviyyə və lüzumu tətbiqil əvamir illahiyyə. Buna görə deyir ki, Allahın göndərdiyi peyğəmbərlər, nə bilim imamlar, səmavi kitablar və lüzum tətbiqil əvamir illahiyyə və iqamətil hükümət diniyyə, Allahın əmrlərinin tətbiqi və ilahi hökumətin yer üzündə cari olmağı, kullu zalikə yasubbu fi itali təf'ili hərəkətil insan. Bütün bunlar hamısı bunun üçündür ki, insan fəaliyyətini davam elətdirsin, insanın qabiliyyətlərini üzə çıxarsın və istifadəl qusva və əd-dəqiqə və münsəcimə min məcmuatil ənasiril insaniyyə və tabiiyyəl insaniyyə müştərəkə. İnsanlıq fitrətində yatmış o qabiliyyətlər neynəsin? Müştərək ünsürlər üzə çıxsın. Kəma yumkinil qavl innəş-şurur əl-insaniyyə. Eləcə də bu şər şeylər ki, insandan baş verir, naşiyyətun minət taati qeyril va'i və qeyri səhih min əb'adil vücudiyyə. Bütün bunlar hamısı insanın ona verilən qabiliyyətindən yanlış və səhv istifadəsindən irəli gəlir. Yəni, Lori dildə bir misal var bundan sonra. Bir nəfər gedir bazardan bıçaq alır. Bıçaq nə üçündür? Kartof doğrayarsan, ət doğrayarsan, yemək bişirərsən, özün yersən, qonaqların yer yaxşı şey olar. Nə qədər eşitmişik ki, filan kəs mətbəx bıçağını götürür, keçirdi filan kəsin qarnına. İndi günah bıçaqdadır. Yox, bıçaq yaxşı şeydir. İstifadə edən pis yerdə istifadə elədi. Bıçaq bir dənə Allahın nemətidir. Çünki əlimizlə ona əti, kartofu, nə digər şey doğraya bilmərik ki. Bıçaq özü-özlüyündə yaxşı şeydir. İstifadə edən pis yerdə istifadə elədi. Eləcə də qəzəbimiz, nə bilim deyək, şəhvətimiz, nə bilim meyillərimiz hamısı nə idi? Yaxşı şeylərdir.
Allah Taala şəhvəti vermişdi ki, insan həm ləzzət aparsın, həm də insan nəsli qırılmasın, davam eləsin. İnsan gedib zina eləyəndə, təcavüz eləyəndə, onu zorla, bunu zorla, onu Allah neynəsin? Allah Taala bu meylləri, Allah Taala elm həvəsində olmaq yaxşı şeydir. Allah vermişdi, onu yaxşı istifadə edəsən. Getdin bomba düzəltdin, Hiroşima, nə bilim, Nagasaki, nə falan yer xaraba qoydun. Bunu Allah neynəsin? Deməli, əgər şər də baş verirsə, o insanda olan meyllərin pisliyindən irəli deyil. Nədən irəli gəlir? İnsan faili muxtar olaraq Allahın verdiyi o neymətlər pis yerdə istifadəsindən irəli gəlir. Necə deyir, bıçaq götürsən, kartof üçün olan bıçağı sən adama vurdun, ona görə sən pis elədin. Bıçaq özü də pis deyildi. Eləcə də elm yaxşı şeydir, fəzilət yaxşı şeydir. Şeytan qalxdı, yüksəldi. Fəzilət, yuxarı, uca məqama çatmaq pis şey deyil. Amma ya o ki təkəbbür elədi, pis yerdə istifadə elədi, onda vuruldu, salındı yerə. Deməli onda o şər ki deyir, şər qüvvələr, şər Allahın verdiyi neymətin düzgün istifadə olunmamağından irəli gəlir. Neymətdə orada günah yoxdur. O görə deyir ki, İnnəş-şurur əl-insaniyə naşiyyətun, insandan baş verən şər, pis işlər ki vardır. Nədən irəli gəlir? Nədən qaynaqlanır? Minət-taatil qeyri-va'i. İnsan ki pis yolu seçir və qeyri-səhih, düzgün seçmir, ondan irəli gəlir. Məl-əbadil vücudiyyə. İnsan öz insanlıq qərizələrini, insanlığa aid olan o bu'dlər, hissələr ki vardır, onu düzgün istifadə eləmir. Vəl-xeyratil insaniyyə munbəsikə min taatil va'i vəl-fəal mə hādəl əbad. Bu bu'dlərlə düzgün istifadəsini eləmir, ona görə gəlib çıxardır bu yerə. Fi zilli təalimil əxlaqiyyə və diniyyə. Dini və əxlaqi təlimlərdən düzgün faydalanmadığı üçün, bəhrələnmədiyi üçün, ondan istifadə eləmədiyi üçün həmən neymətləri, həmən o qabiliyyətləri pis yerdə xərcləyir. 69-cu dərs. Əl-hədəf min xəlqil insan. Bu da mühüm dərsdir. Allah Taala insanı yaradıb. Nə üçün? Hədəf nə idi? Niyə görə insan yaranmalı idi? Bəzi hallarda iki dənə sualı bir-birindən qarışdırırlar və işgal eləyirlər, irad edirlər. Çünki o sualların sanki o məğzini tuta bilmirlər. Məsələn, deyək ki, elə oyunlarda da sual vermişlər ki, siz deyirsiniz ki, Allah Taala bu yeri, göyü hamısını 14 məsuma xatir yaradıb. Amma Quran-ı Kərim deyir ki, və mə xələqtul cinnə vəl insə illə liyəbudun. Mən insanlar üzrə yalnız özümə ibadət etmək üçün xəlq elədim. Deyir ki, iki dənə başqa-başqa sualdır, bir-birinə qarışdırma. Bir dəfə deyir ki, Allah Taala bu aləmi kimə xatir yaradıb? Bir dəfə deyir, bu aləmdə yaranandan sonra nə etməliyik? Aydın oldu? Lor misal vurum, yerinə düşsün, ondan sonra keçək bəhsimizə. Bir dəfə deyir ki, məsələn, filan milyoner oğlu üçün böyük bir dənə villa tikdirib. Elədir. Sonra qaydım deyirəm ki, nə üçün tikdirib? Bir var, kimə xatir, kim üçün, nə üçün? Bir dəfə deyirəm ki, oğlu üçün, bir dəfə də deyirəm ki, illəti nə idi? İlləti o idi ki, orada keyf eləsin, rahat həyat yaşasın. Başqa-başqa suallardır. Bir dəfə deyir ki, bu aləmi Allah kimə xatir yaradıb? Deyir, 14 dənə şəxsə xatir. Muhammed və Ali Muhammedə xatir. Sallallahu aleyhi və aleyhi və səlləm. Bir dəfə də deyir, bu yaranmışlar nə üçün yaradılıb? Neynəməlidirlər? Hansı iş üçün yaradılıb? Deyir, ibadət eləmək üçün. Başqa-başqa suallarını qarışdırmayaq. Bizim indi hal-hazırda sualımız bundan ibarətdir ki, kimə xatir yaradıb, onda işimiz yoxdur. Hər kimə xatir yaranmışıq. Yaranandan sonra Quran nədir? Neynəməliyik? Nə iş görməliyik? Allah bizdən nə tələb eləyir? Nə üçün yaradılmışıq? Yaradılışımızın illəti nədir? Nə səbəbə yaradılmışıq? Bə'də təərruf iləl əbadil vücudiyyə lil-insan və məsahətihəl vasiyə fi həyatihim. Deyir ki, insan öz vücudunun müxtəlif bu'dlərinə nəzər salandan sonra və onun geniş sahələrinə diqqət yetirəndən sonra la buddə lənə min ma'rifətil hədəf min xəlqi hadəl məxluqil əcib. Deyir ki, onda bilək ki, bu qəribə məxluqun yaradılışından, xilqətindən səbəb nə idi? Nə üçün yaradılıb bu? Və keyfə tətəhəqqəq qayetil kəmal insanı, insanlığın o yüksək zirvəsinə çatmaq nə ilə baş tutur? O qayə ki vardı, insanlıq zirvəsini fəth eləmək nə ilə həyata keçir? Hazə ma səyusəllətu dav əleyhi fi hədəd dərs. İstəyirik ki, bu dərsdə o məsələni aydınlaşdıraq. Yerəl İslam ennəl kavn ləm yuxləq əbəsən. İslam dininin baxışı budur ki, bu kainat, bu varlıq aləmi boş-boşuna yaradılmayıb.
حيث أشار القرآن الكريم في موضع متعددة إلى رفض مبدأ أن يكون الvücud abasen ve sudan. Kur'an diye bir neçə yerində işarə edib ki, mən bu kainatı boş, bihudə, əbəs yaratmamışam. Bir hədəfim var. Lafiten ila enne emrel insan lem yukel ila nefsi və işarət edib ki, insanı öz başına bırakmayıblar. Ki, ged nə bilirsən elə. Elə şey yoxdur. Onun üçün bir proqram cızıblar. Zalike ennallah subhanahu ve teala yekul. Allah müteal Kur'anında belə buyurur. Və ma xalaqnal es-semaa vel-arda və ma beynehuma batila. Biz göyü və yeri və onun ortasındakiləri əbəs xəlq eləməmişik, batil xəlq eləməmişik. Zəlikə zannullezine kəfəru. Bu kafirlərin gümanıdır, zənnidir. Onlar bu cür düşünürlər ki, ye, iç, kef elə qutardı. Nəinki kafirlər, heç müsəlmanların bir çoxu bu düşüncə ilə, yəni adım müsəlman qoysa, deyir 5 günlük dünyada kefi çəkinə. Boş-boş şeylərdir, nə namaz, nə oruc. هذا وقد ورد في الآيات القرآنية توجيهات مختلفة شأن الهدف من الخلق. Deyir ki, Qur'an-ı Kərimə baxsaq, xilqətin, hədəflərin bir neçə dənə forma ilə izah eləyiblər. Yumkin icazuha bima yəti. Aşağıdakı formada iki demək olar. Bir, nədir? Ər-rəhmə, rəhmətdir, Allahın rəhmətidir. Deyəcəm, söhbət nədən gedir? ذهبت بعض الآيات إلى أن الله سبحانه وتعالى بهدف يهدف من خلق الإنسان إلى الرحمة به فصرحت. Bəzi ayələr işarə edir ki, Allah Müteala'nın insanı yaratmaqdan xəlqi ona rəhmət yetirməkdir. Bəzi hallarda görürsən ki, bir insanın heç bir hədəfi olmadan, heç bir məsələn deyək, hədəfi olmadan durur, kiməsə yaxşılıq eləyir. Mümkündür, məsələn deyək, ateistdir, ha? Ateistdir. Diqqət edin bir dəqiqə. Bir var, məsələn deyək, bir mömindir, heç kəs bilmədən yaxşılıq eləyir ki, Allah bir gün mənə bir şey verəcək. Mümkün bir ahirətə də etiqadı yoxdur. Amma bilir ki, yaxşılıq eləmək, yaxşılıq etməməkdən daha yaxşıdır. Bunu insan fitrətindən dərk eləyir. Elədir? O, ərəblər bir məsələ var, bəlkə Peyğəmbər Həzrət gətirir, yaduttuğla əhsən min yadır. Dünya deyək, qusva deyir, nədir? Uzun əl qısa əldən, yəni başqasına əl tutan əl o birisindən daha yaxşıdır. Uca əl aşağı əldən daha yaxşıdır. Xülasə, demək, o demək deyil ki, əgər bir nəfər yaxşılıq eləsə, nəsə bir hədəf güdür. Allahın ki, heç nəyə ehtiyacı yoxdur, bu babdandır. Yaradıb ki, rəhmət eləsin, lütf eləsin, inayət eləsin. Ta ki, bugün söz versin bu 8 milyard insan, hamısı Allah küfr eləsin, Allah'dan bir şey əskiləcək. Hamımız Allah ən gözəl bəndə olar, bir şey artacaq. Nə ibadətimiz dua edəcək, nə ibadətimiz sənə fayda verir, nə küfrümüz sənə ziyan yetirir. Biz sənə heç nə eləyə bəs onda niyə görə bu qədər lütf eləyir? Son başdan başa gözəllikdir. Rəhmətin istəyir ki, yaysın. Allah xəlq eləyib, ayədən başa düşünə budur ki, rəhmət eləsin, lütf eləsin. Və bu cür buyur. Və ləv şəə rabbukə ləcəalən nasə ümmətən vahidə. Əgər sənin Rəbbin istəsəydi, hamını eyni mömin eləyərdi. Hamı olardı standart, elə bir zavoddan çıxıb. Hamı ola İmam Hüseyin əleyhissalam. Yezid də İmam Hüseyin əleyhissalam ki. Allah istəsəydi eləyərdi. Hamısı eyni cür olardı. Amma və la yəzalunə muxtəlifin. Amma davamlı olaraq nədir? İxtilafdadılar. O deyir bu işqalli, bu deyir o sözünə baxma, onunla boğuşur, bu bununla boğuşur. Qırırlar bir-birini. İlla mən rahimə rabbuk. Yalnız olar ki, Rəbbin ona rəhmət eləyib. Təsəvvür eləyin. Bir dənə cəmiyyət olsun. Bir cəmiyyət olsun. Hamısı mömin olsun. Ola bilsin, cəhillərinə görə ki, vəhyə bağlı yoxdur. Bəzi xırdapara narazılıqları olar. Amma o bir cəmiyyətlərin daha çox fərqli olar. Qabaqçı dərslərdən birində də dedim. Məsələn, misal deyək. Deyək ki, tələbə mücəmməsində, məsələn, mücəmmə Ələvi. Heç ola bilsin deyirəm ki, 15 ilə yaxındır oradadır, məsələn, 4-5 ildə biz oradayıq. Bir dənə qəsəbə boydadır, 500 min, 700 ev vardı orada, elədir? 500-700 arası. Heç ildə bəlkə bir dəfə polisə müraciəti olunmaz oradan. Niyə? Çünki ya Allahın qorxusundan, ya da cəmiyyətin qorxusundan hamı çalışır ki, zahiri mollalığına, ruhaniliyinə hörmət eləsin, özün adam balası kimi aparsın. Bu 15 il bəlkə 10 dəfə polis gəlib, ora gəlməyib, hər hansı bir şeyə görə. Heç bəlkə də olmayıb. Amma digər o boyda ərazidə nə qədər gündə polis ona şikayət edir, buna şikayət eləyir.
Deməli onda İslami əxlaq, indi ya yalandan ya həqiqətən olsa lap gözəl. Yalandan da olsa yenə nədir insanı qoruyur. İxtilafdan qoruyur. İlla mən rəhimə Rabbuk, məgər sənin Rəbbin rəhm elədiklərindən başqa onlar ixtilaf eləmirlər. İxtilaf eləsələr də yola verə bilirlər bir-birini. Elədir. Musa əleyhissalamla Xizr əleyhissalam ixtilaf elədilər, amma yola verirlər, qırmadılar bir-birini. Və lizalikə xələqəhum. Lizalikə, qaydır rəhmətə. İlla mən rəhimə Rabbuk. Qaytarlar rəhimənin içindəki rəhmətə. Həmən o rəhmətlə, rəhmət üçün xəlq eləmişdi ki, bir-birinə sevgi ilə, məhəbbətlə, rəhmətlə yaşayasınız bu aləmdə. Qırmayasınız bir-birinizi. Deməli, və lizalikə xələqəhum. Onun üçün sizi xəlq eləyib, rəhmət üçün. Yəni bir şey, həm Allah sizə rəhm eləyir, sizə bir-birinizə rəhm eləyəsiniz, insan kimi mehribanlığına yaşayasınız bu aləmdə. Deməli, yaradılışın, xilqətin hədəflərindən biri rəhmətdir. Və minhu yətəbəyyən ənəlləh kənə qadirən ələ ən yəxliqə cəmiən nas bihukmi ilzamihi və icbarihi ələ şakilətin vahidə. Ayədən başa düşülür ki, Allah istəsəydi icbarla, zorla hamını qəşəng mömin eləyərdi. Və yəcələhu müminin bil haqq və məcburin ələ qəbulil iman bir. Zorla imanı qəbul etdir, hamısı standart elə bilir ki, robot kimi hamısı mömin olardı. Lakin misli hadəl iman la təkunu fi fayda, amma bu imanın faydası olmaz ki. Heç görübsən məsələn deyək. Mən bu qabağımdakı buna deyim ki, sənə təşəkkür edirəm, sən nə qəşəng işləyirsən, bu qabağımdakı kompüterə, bu şeyə. Niyə? Bunun şuuru yoxdur ki, bunu bu cür düzəldi, bunu düzəldən. Təşəkkür edirsən, bunun mühəndisinə təşəkkür edirəm, sən nə qəşəng düzəldibsən. Buna təşəkkür eləmirəm ki, bu proqramda yığıb içinə, nə əmr eləsəm, onu göstərəcəm mənə, nəyi qoysam, onu oxuyacaq. Onda insan da əgər Allah o cür zorla mömin eləsəydi, beyninə Allah, Peyğəmbər, imam, hamısını qoysaydı, əməllər, hamısı namaz, oruc, onda robotdan nə fərqi olacaqdı, nə qiyməti olacaqdı onun? Elə insanın dəyəri oradadır ki, Əli eləsəm qabağına milyardlar tökülür, deyir ki, ya dünya, qurri qeyri. Sən get maviyələri Allah, sən məni allada bilməyəcəksən. Nəinki güc satmırdı. Özü deyir, Həzrət Əmir Əleyhisselam özü deyir ki, əgər istəsəydim, çörəyimi buğdanın için ağ yerindən düzəldirərdim, batırdığım şeydə balın süzülmüşündən yiyərdim. Yəni, mən elə bilmirəm onlarda. Bilməm dünyada nə ləzzətlər var, amma eləmədim. Nəinki bacarmadım, eləmədim. Ondan dəyər tapır. Yəni, mən də eləyə bilərdim, mən də yeyə bilərdim. Mən də hökumət başçıları kimi dağıda bilərdim, amma eləmədim bunu. Onda olur insanın qiyməti. Yetim malını əl uzada bildiyi halda uzatmır onu. Onda olur insan dəyərli. Yoxsa deyir, Allah hamını mömin, standart mömin üzəsində da faydası olmadı ki o möminin. La təkunu fi fayda və la misli hadəl ittihadın mütənasibun mə əhdafil xəlq. Hamı standart olsun, robot kimi. Bu necə cihazlar yan-yana düzən bir-birinə dava eləmir, onda onlar dava eləməsi onda nə oldu? Onun dəyəri olmaz ki. Fəl-imanul qəsri əlləzi yənbə' min hədəfin qeyri iradi la yekunu əlamətən ələ şəxsiyyətil fərd və la vəsilətən littəkamül. Fəl-imanul qəsri, zorla, qəsri yəni zorla da, icbari. Əlləzi yənbə' min hədəfin qeyri iradi, hansı ki, iradəsi olmayan bir hədəfdən qaynaqlanır. La yekunu əlamətən ələ şəxsiyyətil fərd. İnsanın şəxsiyyətini təyin edə bilməz və la vəsilətən littəkamül. Ta ki, məsələn, bir nəfər yeyir, içir, məcburdur yeyib, tənəffüs eləməyə. Bir nəfərin yeyib içməyinə görə, tənəffüs eləməyinə görə deyirsən, nə yaxşı tənəffüs eləyirsən. O cür xəlq olunubdur. Başqa neynəsin ki, o cür xəlq olunubdur. Ona nə təşəkkür düşür ki? Təşəkkür orada düşür ki, məsələn, fərzən deyək ki, gedir suyun altında nə qədər qalır, onda təşəkkür. Demək, nəsə özündə bir dəyişiklik eləyib. İxtiyarlı şəkildə biz məsələn, bir dəqiqədə filan qədər tənəffüs eləyirik, məsələn, 5 dəqiqə suyun altında qalır, tənəffüs eləmir. Nəsə ruhunda bir şey dəyişiklik eləyib. Onda təşəkkür eləyirsən. Məsələn, əhsən, afərin deyirsən. Elədir? Deməli, onda əgər insan da icbari şəkildə, iman da insanın zorla xilqətinə yeridilsəydi, o müxtəlif olmasaydılar, hamısı eyni standart olsaydılar, onda artıq heç bir təkamüldən, heç bir təşəkkürdən, nə bilim, təriflənməkdən söhbət gedə bilməzdi. Və la yucibu səvab, savaba da yer qalmazdı. Kəmə huvəl hal fi xəlqin nəhl. Misal verir. Necədən müqayisə eləyək. Həyatda yediyimiz ən gözəl şeylərdən biri təbii baldır. Və hamı istəyir, padişahı da istəyir, fəhləsin, hamı istəyir ki, ondan yesin, yaxşı baldan. Elədir. Özdəki həmən o bal arısı əcib qərib işlər görür. Amma təkamül yoxdur onda. Allah rəhmət eləsin. Şeyx Mürtəza Mütəhhir ağanı, Şəhid Mütəhhir ağanı
onun bir çox kitabları dəyərlidir. Ən dəyərli kitablarından biri də İslam və Muqtəziyyat-ı Zaman kitabıdır. İslam və zamanın belə deyək, tələbi, hə? Ehtiyacları. Ehtiyacları. Orada bir dənə gözəl bir bəhs açır. Deyir ki, Allah Taala deyəndə ki, biz əmanəti verdik, göylər yerlər almadı, nə bilim nədir? İnsan aldı, o zalim və cahildir. Orada bəhs açır ki, görəsən bu əmanət nə əmanətidir? Bu bəhsə istəmişar eləmə. Bəziləri namazdır, bəziləri Qurandır, bəziləri dindir, nə bilim nə. Sonra deyir ki, mən elə başa düşürəm ki, bu təfsirlər heç birisi dəqiq təfsir demir, yalandır, dəqiq deyil. Bu başqa bir nemətdir, başqa bir əmanətdir. Onun əmanət nədir? Təkamül əmanəti. Onu insandan başqasına qəbul edə bilmədi. Sonra misal verir, bal arısı məsələn. Milyon il bundan qabaqçı bal arısı da həmən ağaclardan şirəni yığırdı, o altı göşənin içində doldurub bal düzəldirdi. Bundan milyon il bundan sonra eyni şey eləyəcək, təkamül yoxdur. İnək gedirdi, otlayırdı, süt gətirirdi, sahibinə verirdi, nə bilim gedirdi. Həm qoyun gedirdi, otlayırdı, ətə çevrilirdi, yeyirdi, çıxıb gedirdi. Dəyişmək yoxdur. Amma yeganə insandır ki, bir vaxt əgər əyninə paltar tikə bilmirdi, indi dəmirimi göylərdə gəzir, nə oyun çıxardır, internet, nə bilim, nə. İndi ondan internet, mən deyirəm internet. Hər gün qabağa gedir, hər gün qabağa gedir. İnsandan başqa təkamül eləyə bilən onun odur. Cinlər bizdən neçə min il qabaq xəlq olunurlar, nəyi düzəldiblər? Həmən cindir, elə həmən nə sürətlə uçur, həmən uçur. Divarı keçir, yenə divarı keçir. İnsansa bir gün eşşək minirdi, bu gün indi raketə minir, neçə milyon sürüdür, hara gedir? Marsa gedir, nə inir? Mələk həmən mələkdir, təkamül yoxdur, elə həmən şeydir. Yeganə şeydir ki, insan təkamülü var onda. Bir vaxt yemək bilmirdi, çiğ gətirir yeyirdi, indi nə tortlar bişirir, nə şirniyyatlar, nə inir, gündə qabağa gedir. Dayanmaq yoxdur bunda. İstər elmi cəhətdən, istər geyim cəhətindən, gözəllik cəhətindən, hər cəhətdən qabağa gedir. O təkamüldür ki, heç bir şey onun öhdəsinə gələ bilmədi, insan onu qəbul elədi. Və bu təkamülü düzgün yerdə istifadə eləmədən Allah deyir ki, zəlumun cəhlu, həm zalim, həm cahildir. deyir ki, və la yəcib, kəmə huvəl halı nəysə, deyir ki, bu, və la yumkin li əyyi minhuma, və la yumkin li əyyi minhuma, bəli, nəhl. Kəmə huvəl hal fi xəlqin nəhl, necə ki, deyir ki, bal arısında. Xəlqən yədfəvə bi hükmil qərizə ilə ən təcməər rəhiq minəl əzhar. Necə ki, deyir, bal arısı gedir, gül çiçəklərdən o şirələri toplayır, rəhiq yəni şirələri toplayır, gətir balını düzəldir. Və xəlq bəuza, bəuzatil maleriya, maleriyanı yayan ağca qanad. Gedir o zirzibilliklərdə nə mikroblar var, yığır məsələn ayağına ya o xortumunun ucuna, gətirir, salcır insana xəstəlik yayır. Milyon il bundan qabaqki maleriyanı da həmən şeydir, məsələn o ağca qanad deyil, həmən ki, heç nə dəyişməyib. Yəcəl təstəqiru fil müstənqat. Gedir orada o müstənqat nədir? Biz bataqlıqlarda həmən o işin görür, gəlməsən insanları zəhərləyir fərzən. Və la yumkin li əyyin minhuma ən tətəxəllə ən tariqətiha. Bunların heç birisi öz tutduğu yoldan çəkilmir və çəkilə də bilməz. Çünki xilqətləri bu cür proqramlaşdırılıb. Amma insan düzdür proqramlaşdırılıb, amma həmən proqramı idarə eləməkdən eynəyib öz ixtiyarına qoyub Allah Taala. Elə bir dənə açıq kompüteri sənin verib, onu da çoxlu yer götürə bilər, işlətmə qaydasına deyib. Sən indi o kompüterin içində yaxşı şeylər də yığa bilərsən, pis şeylər də. Yaxşı yerdə istifadə edə, pis yerdə. Qalıb sən necə istifadə edəcəksən? İllə ennə qiymətəl insan və imtiyazuhu və əhəm ma yetəməyyəz fihi ən sair mövcuda hiyə hadihil mevhibə. İnsanı da digərlərindən fərqləndirir. Elə budur bu cəhətidir. Və hiyə hürriyyətül iradə vəl ixtiyar. İnsan azaddır, iradəsi var, ixtiyarı var. Və kəzəlikə imtilakil əzvaq və ətba və əfkar əl-mütəfavitə və insanların zövqü-zövqündən fərq eləyir, təbiəti-təbiətindən fərq eləyir. Görürsən, bir ata, bir anadan əmələ gələn iki uşaqdır. Əqidələri görürsən başqadır. Biri müxalifətdir, biri iqtidarçıdır. Birinə müsəlman olur, birinə ateist olur. Birinə şirin şey xoş deyir, biri acıq şey xoş deyir. Niyə? Çünki Allah hərəni bir cür yaradıb, hərəni bir xəlq eləyib. Düzdür, bir ata, bir anadan, eyni evdə böyüyüblər, amma hərə bir cürdür. Necə deyir, 5 barmağın 5də 1 olmur. Heyvanlar bu cür deyil. Bir cinsdən olan nə hamısı eyni cür olacaq. Bir cinsdən olan nə marı eyni balı verəcək. Amma yox, görürsən ki, bir atanın oğlu tutaq ki, məsələn fərzən belə deyək. Deyək burada Nəcəfin İmam Cüməsi bir dəstə alimlərlə, hamısı möhtərəm insanlarla. Bir qardaşlar nədir? Heydinin əleyhinə danışır. Seyyid Peyğəmbər bala Seyyidinin Quranın əleyhinə danışır.
Nauzubillah deyəndə bunlar başqa kişidən. Yox, elə sadəcə Allah Taala ixtiyarı o gördü. Bu qane oldu Allahın ayələri. O qane olmadı deyə məsələn. Mənim nəzərimdə dindən çıxmış bir insandır. Haqqına da girməyim amma mən gəldiyim qənaət budur ki, kafirdir, dindən çıxıb. Bir qardaş bütün Nəcəfin İmam Cümməsi olur, bir qardaşın olur, dindən çıxır. Bu imamların da həyatında uşaqlar, bir yaxşı uşaq olur, bir pis uşaq olur. Deməli onda insanı heyvandan fərqləndirir ki, insan hürriyyəti var, ixtiyarı vardır. Biri bu yol gedir, biri o yol gedir. Elleti yasna kulle vahidin minha qismen minel mujtema ve yu'min bu'dan min ab'adihim. Thumma inel ihtilaf fi intixabil aqide vel mezheb emrun tabi'i. Herkesin de bir aqide, bir mezhep seçmeyi tabiidir. Müterettib minel hürriyetil irade. İradesine. Hazreti Peygamber sallallahu aleyhi ve aleyhi ve sellem buyurur ki, eğer insan terbiyesinden çetin bir şey olsaydı, Allah peygamberlerin onun için göndererdi. Deməli onda fikir verin. Ən belə de o ipə sapa yatmayan heyvanlar, həm şirdir, ayıdır, aparlar, öyrədirlər şeydə. Elə. Amma görürsən ki, bir insanı, bəzən, elə çətin insanlar olur. Peyğəmbərlər də onları adam eləyə bilmir. Fikirləşin. Bir anlığa fikirləşin. Peyğəmbərin həqiqətin Əbu Ləhəbdən daha yaxşı tanıya bilən olardı. Çətin. Qardaş oğlu idi, onun evində qucağında böyümüşdü də. Dünyanın o başındakı məsələn deyə, nə bilim, Bilal, nə bilim, Salman, filan kəs, bəhmən kəs Peyğəmbərə iman gətirir, öz əmisi iman gətirmir. Nə qədər möcüzə göstərir, ona təsir eləmir. Nəuzubla deyə zinadan əməl gəlmişdi, o Əbdülmüttəlibin oğlu idi. Deməli onda nütfəsində xarablıq yox idi, nütfəsi yaxşı kişidən əməl gəlmişdi. Gücəl adam olmadı da. Adam olmadı. Çünki hürriyyəti vardı, azadlığı vardı. Mən qəbulləmirəm. Sən deyirsən ki, məsələn fərzən deyək, mən qulumla bir bərabər olma, onu götürə bilməyəcəm. Götürə bilməyəcəm. Mən dədə babamın məsələn deyir, cahilləti o daş bütünündə qalacam, ona ibadət edəcəm, misal. Deməlidir ki, o məzhəb seçimi ki vardı, din seçimi ya hər hansı bir getdiyi yolu, bu insanın belə deyək də azadlığından, hürriyyətindən qaynaqlanan bir şeydir. Kim nəyi seçir, onu seçir. Və yekunu səbəbən li ən təqbələ cəmaatun təriqəl haqq və tətbə cəmaatun batil. Bir dəstə haqqı seçir, bir dəstə batili. Həmzə də Əbdülmüttəlibin oğlu idi. Əbu Ləhəb də Əbdülmüttəlibin oğlu idi. Biri Seyyid-ül Şəhəd oldu, biri Əkbərul Kafiri. Bir atadan birine əmələ gəlmiş adam. Biri bu ara gedir, biri ara gedir. İlla ən yetərəbbə ən-nas tərbiyətən səlimətən min əhdanir rəhməl ilahiyyə. Məgər deyir ki, insan ilahi rəhmətin qoynunda gözəl tərbiyə oluna və yətəəlləmul məarifil haqqə bil istifadə min məvahibillah. Allahın verdiyi o muhibətlərdən, o verdiyi nemətlərdən düzgün istifadə ilə və İslam mərifətini düzgün əxz eləyə ləhum. Fə fi hadil hal və mə'cəmi ma lədəyhi minəl ixtilafat. Əgər deyir ki, insanlar ilahi qanunlara tabi olsa, bütün bu ixtilaflarına yanaşı və əməl ihtifaz bil hürriyə, hürriyələrin qoyulmanı və ixtiyar fə innəhum səyyəxtunə xutuvat fi təriqil haqq. Hamısı haqq yoluna qabağa gedəcəklər və in kanu yetefavətunə fi hadəl məsir. Baxmayaraq ki, bu məsirdə bir-birindən ixtilaflıdırlar. Gətirim bir dəqiqə. İmam Hüseyin əleyhissalam qoşununa fikir verək. Deyək, İmam Hüseyin əleyhissalam özü imamdır, işim yoxdur. Əbəlfəz əleyhissalam Bəni Haşimin məsələn deyək, Seyidi, o gözəl o insan, qimmə, zirvə, Əli Əkbər əleyhissalam. Biraz ondan aşağı düşəndə qoca kişi, Ənəs ibn Kahil, səhv eləmirəmsə adı o cür olmalıdır. Düzdür, biz Həbibdən çox danışırıq, o Həbibdən də yaşlı idi. Rivayətdə var ki, qaşı gəlib düşmüşdü qocalıqdan gözünün üstünə. Qaşı gözünü tuturdu, görmürdü deyin. Qaşı yuxarı çəkmişdi, buradan iplə bağlamışdı, gözünü tutmasın. 90 yaşı var, neçə yaşı vardı. İmam baxdı ki, gözləri doldu ki, şəkərəllah sə'iyyəkə ya şeyx. Ay qoca, Allah sənin bu səyi qəbul etsin. Bu nədir? Bu nə eşqdir səndə? Bu cavanlar bildi, cavandır döyüşən. Gözü o qədər qocalmışdı ki, düşmüşdü, gözünü qaldırmış yuxarı. Əli Əkbər əleyhissalam, Əbəlfəz əleyhissalam, Ənəs ibn Kahil, Con. Tamam başqa-başqa ictimai təbəqələr. Biri xadim, biri yerin göyün imamının oğlu, biri nə bir qoca kişi. Bir hədəf uğrunda necə müxtəlif təfavütlü belə deyək də təbiətləri ilə necə eyni hədəfə qulluq edirlər və hara çatdılar. İşte onu çatdırsın. Allah ki insanı müxtəlif yaradı. Bu müxtəliflər əgər eyni yerdən idarə olunarsa və insanlar könüllü surətdə ona tabi olarlarsa, nələr gedib sata bilərlər? Hara gedib sata bilərlər? Baxmayaraq ki, hər birinin bundan xoş gəlir, bundan xoş gəlməz ola bilər. Bu təfavütlər mane olmaz insan kəmala çatsın. Necə ki, məsələn mən deyirəm İmam Hüseyin əleyhissalamın o rikabındakı o 70 idi, 80 idi, 100 idi hər neçə nəfər
O cür ixtilaflarla yanaşı ki, biri məsələn deyə qara quludur, biri yerin göyün imamının oğlu idi. Hərəsi bizdən, amma necə bir-birindən viamla, rəhmətlə, məhəbbətlə bir tarix yaratdılar ki, milyon ildə bundan sonra dünya qalsa onlar yaşayacaqlar. Deməli, onda insanların müxtəlif yaradılmağı onların mənfi istiqamətə hərəkət üçün səbəb deyil. Əksinə, müsbətə də doğru gedə bilər. Əgərsə düzgün istifadə edərdilərsə. Elhamdülillah Rabbil alemin və sallallahu ala seyyidina və nebiyyina Muhammedin və alihi tahirin.